Bugün vətənimin ən şanlı günü, qalib ordumuzun zəfər səsidir. Şuşa zirvəsindən dalğalanan bayraq, millətimin qürurlu təntənəsidir. Qarabağ azaddır, yurda nur saçır, torpaq şəhidimin alın tərilə. Bu zəfər yazılıb igid əllərlə, qəlblərə həkk olub sədaqət ilə. Xalq bir yumruq oldu bir aman üçün, qalxdı vətən oğlu torpağına minə. Əsgərin addımı bir tarix yazdı, qaliblik imzası yazdı zirvəyə. Əbədi yaşasın bu müqəddəs gün, qorxmaz Azərbaycan əsgərləri ilə. 8 noyabr zəfər günümüzdür, parlasın daima bu şərəflər.